İran əlində olan 60% o zənginləşdirilmiş uran ehtiyatını əldən vermək istəmir və onu saxlamaq və gələcəkdə nüvə silahına sahib olmaq istəyir. Hətta ehtimallar var ki, artıq İran özünü müdafiə təhlükəsi adı altında, daha doğrusu özünü müdafiə bəhanəsi ilə bunu əsas gətirərək daha qısa zamanda o zənginləşdirilmiş uran ehtiyatından nüvə silahı əldə etməyə çalışa bilər və bunun üçün də çalışır ki, təcrübəsi olan nüvə silahına malik olan dövlətlərdən yeni texnologiyalar əldə etməklə buna nail olsun. Ona görə də İran çalışır ki, yəqin ki, bu məqsədlə zənginləşdirilmiş nüvə ehtiyatını əldən verməsin. Burada Hörmüz boğazıdır, Livandır, Hizbullahdır. Bu məsələlər düşünürəm ki, əslində bir bəhanədir və Amerika Birləşmiş Ştatlarının diqqətini yayındırmaq üçündür. Ayətullah Seyyid Əli Xamneyinin bir fətvası vardı və həmin fətva ilə İran güya nüvə silahı haram elan edilmişdi və nüvə silahı, bunu da əsas gətirərək İran rəsmiləri bildirirlər ki, biz nüvə silahı, kütləvi qırğın silahı əldə etmək istəmirik. Əvvəla burada isə iki mübahisəli məqam vardır. Birincisi, fundamental İslamda kütləvi qırğın silahı ifadəsi yoxdur, nə də nüvə silahı ifadəsi yoxdur və bu İran üçün əlavə bir manevr imkanı yaradırdı. Yəni, istənilən vaxt bunu əsas gətirərək, yəni o fətvanı ləğv edə bilərdilər və ya geri götürə bilərdilər. İkincisi, orada bir məqam var ki, İran digər fətva ilə səhv etmirəmsə, göstərir ki, özünü müdafiə hüququna malikdir və ona kütləvi qırğın silahına sahib olan dövlət hücum edərsə, artıq özünü müdafiə hüququ qarşısında İran bu silahdan artıq bu silahı əldə etmək üçün fətva qüvvədən düşür və özünü bu silahı əldə etmək üçün deməli artıq bu prosesə başlaya bilər. Yəni uranın zənginləşdirilməsi, kütləvi qırğın silahının əldə edilməsi, atom bombasının əldə edilməsi prosesini davam etdirə bilər. Və bu yolla da özlərinə bir hüquqi əsas yaradırlar. Yəni burada görüntü olaraq deyirlər ki, bizim nüvə silahı əldə etmək arzumuz, istəyimiz yoxdur. Digər tərəfdən isə ali rəhbər bunu qadağan edir. O biri tərəfdən isə bunun üçün bir zəmin qoyurlar, ayaq yeri qoyurlar. Ona görə də düşünürəm ki, İranın burada əsas məqsədi, yəni diqqəti yayındırmaqdır. Həm Hörmüz boğazının açılması ilə bağlı, həm Livan məsələsi ilə bağlı bu ortaya atmaqla. Bilirsiniz, Amerika Birləşmiş Ştatlarında İran qarşısında şərt qoymağa hüququ var ki, sən zəmanət ver ki, heç vaxt mənə hücum etməyəcəksin. Çünki bugün real olmasa da heç kim zəmanət vermir ki, İran 5 ildən, 10 ildən, müəyyən müddətdən sonra İrana, Amerika Birləşmiş Ştatlarına deməli, qarşı istifadə edə biləcək qitələr arası raketə sahib olmayacaq. Buna heç kim zəmanət verə bilməz. Əgər İran raket proqramını belə sürətlə inkişaf etdirə bilirsə, nüvə proqramını belə sürətlə inkişaf etdirə bilirsə, deməli, səhəri gün bunu edə bilər və bunu da Xürrəmşəhr raketi ilə sübut elədi. Yəni, bu raketi buraxdı 10.000 kilometr məsafəyə və bu Sibirə qədər getdi. Sibirə qədər getdisə, deməli, səhəri gün nə vaxtsa bu raketlər Amerika Birləşmiş Ştatlarına da çata bilər. Sakit Okeanın sahillərinə, oradan da Amerika Birləşmiş Ştatları. Bax, bu baxımdan da İran diqqəti bu prosesdən yayındırmaq üçün Livan və yaxud Hörmüz boğazı məsələsini ortaya atır. Digər tərəfdən də dediyimiz kimi Amerika Birləşmiş Ştatlarının və ya İsrailin də hüququ var ki, İsrail də həmin regionda yerləşir və gözümüzün qarşısında İran raketləri bugün
İsrailin üzərinə yağırsa, Ərəb ölkələrinin üzərinə yağırsa, deməli, İran, o istənilən Ərəb ölkələrinin, heç İsraili qoyuram bir kənara, Ərəb ölkələrinin də, digər qonşu dövlətlərin də ixtiyarı var ki, İrandan tələb eləsin ki, BMT nizamnaməsinin ikinci maddəsinin 4-cü bəndinə uyğun olaraq hücum etməmək və hücumla hədələməməklə bağlı xüsusi öhdəlik götürsün və bir dəfəlik ən azı bu, məsələn, iki tərəfli belə bir sənəd imzalana bilər də, qarşılıqlı pakt imzalana bilər. Amma İran indiyə qədər belə bir sənədi heç bir dövlətlə imzalanmır. Heç bir dövlətlə. Əksinə, ətrafındakı dövlətlərin hamısı ilə düşmən münasibətdə olub. Bir dənə Ermənistan istisna olmaqla ətrafındakı dövlətlərin hamısına düşmən kimi baxıb və düşmən münasibətdə olub. Ona görə də İranın bu mənə zəmanət verir ki, heç vaxt hücum etməyəcəksən deməsi sadəcə olaraq özünü sığortalamaq cəhdidir, manipulyasiyadır və bu baxımdan da düşünürəm ki, nə Amerika Birləşmiş Ştatları buna razı olmaz, nə də ki, digər dövlətlərsə artıq qonşu dövlətlər də İranın nə qədər təhlükəli, yəni bu müharibəni keçirək, nə qədər təhlükəli bir ölkə olduğunu bir daha şahid oldular. Terrorçu olduğunu İran öz əməli ilə sübut etdi və ona görə də bax, bütün bunları nəzərə alaraq heç bir dövlət İranla düşünürəm ki, İrana hücum etməmək barədə öhdəlik götürməz. Çünki İran səhəri gün nüvə silahına sahib olsa, İran səhəri gün daha təhlükəli raketlərə sahib olsa, İran səhəri gün başqa dövlətlərə hücum edib, işğal etmək planlarını işə salsa, mən düşünürəm ki, İrana qarşı xüsusi bir hərbi aktın həyata keçirilməsi beynəlxalq zərurətə çevrilə bilər. Necə ki, İraq Küveyti işğal etdi və beynəlxalq koalisiya yaradıldı və bu zərurətə çevrildi. 30 dövlətdən ibarət koalisiya yaradıldı və hərbi əməliyyatlara başladılar və Küveyti azad etdilər. Heç kim də zəmanət vermir ki, İran səhəri gün Livanı işğal etmək fikrinə düşə bilməz, İraqı işğal etmək fikrinə düşə bilməz, Bəhreyni öz ərazisi hesab edir. Bəhreyni işğal etmək fikrinə düşə bilməz. Yəni, ona görə də İran təhlükəsi hər zaman qalır və bu baxımdan da düşünürəm ki, İranın heç bir dövlət, nə qədər ki, İranın bu terrorçu mahiyyəti aradan qalxmayıb, kütləvi qırğın silahı əldə etmək mahiyyəti aradan qalxmayıb, heç kim İrana qarşı İrana bu zəmanəti verməz.